Təşəkkür edirəm. Allah bir daha yeri cənnət məkan olsun. Biz də Nur Ocağı adından, rəhbərimiz Seyran xanımın adından Kəmali xanıma böyük hüzürlə başsağlığı veririk. Bugün ürəyi burada olan, özü burada ola bilməyən Sərbinaz xanımın adından böyük hüzürlə başsağlığı veririk. Ustadımız Cümşüd Əli bəyin adından, Qulu Xaləddin oğlunun Hənifə xanımın adından dəyərli şəhidimizin anasına böyük hüzürlə başsağlığı veririk. İndi şəhidimizin anasına yaxınlaşacağıq. Allah yeri cənnət məkan eyləsin. Dəyərli şəhidimizin anası, şəhid Hökümə qızımızın. Bugün Hökümə qızımız yaşasaydı, ömrünün 34-cü baharını yaşayacaqdı. Ancaq heyif ki, bu alınmadı. Ömrünün ən gözəl çağında, ən gözəl vaxtında cənnət quşuna denərək cənnətimizə qovuşdu, cənnətə qovuşdu. Biz də Nur Ocağı adından sizə başsağlığı veririk. Rəhbərimiz Seyran xanımın adından, ustadımız Cümşüd Əli bəy adından sizə böyük hüzürlə başsağlığı veririk. Nə deyərdiniz canım mənim? Dərdinizə qurban olum. Allah köməyin olsun. Biz də bütün ocağımızın adından, Nur Ocağının adından sizə Allahdan rəhmət diləyirik. Gözəl evladınıza bir şəhid anası ilə görüşmüşdüm. Orada neçə şəhid analarımız var, neçə yaralarımız var. Dəyərli şəhid anası, dərdinə qurban olum hər birinizin. Bugün şəhidimiz Hökümə xanımı yad etmək üçün gəldiniz. Nə deyərdin gözəl ana, yarana qurban, dərdinə qurban. Gələn ayaqlarınız ağrımasın canım. Allah köməyin olsun. Allah köməyin olsun. Nə deyərdin sənin ağ saçlarına qurban? Çox sağ olun. Allah hər birimizə səbr versin, dözüm versin. Bu həm ağır dərddir, həm qürur verici. Bizim balalarımız Hökümə xanım bu vətən üçün, bu torpaq üçün canını fəda edibsə, Allah hər birinə rəhmət eləsin, yerləri cənnət olsun. Allah köməyin olsun. Allah səbrinizi versin. Allah cəmi şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Yerləri cənnət məkan olsun. Hörmətlə Dəniz Əlizadə.